Salam, vaxtınız xeyirli olsun değerli şagirdlər. Biz bugün 5-ci sinifin ilk bölməsi olan nota ədəd bölməsinin izahına baxacağıq uşaqlar. Burada uşaqlar birinci növbədə biz onluq say sistemi haqqında məlumat verilib burada. Uşaqlar biz bilirik ki, məsələn ikilik say sistemi var, onluq say sistemi var, 16-lıq say sistemi var. Onluq say sistemi nədir uşaqlar? Onluq say sistemində biz demişdik ki, biz burada rəqəmlərdən istifadə edirik. Rəqəm anlayışı var idi. Rəqəmlər nə idi uşaqlar? Rəqəm düz sıfırdan başlayır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və biz bunları saysaq uşaqlar 10 dənə rəqəm var. Ona görə biz artıq bunun adını onluq say sistemi demiş uşaqlar. Biz bu onluq say sistemində öyrəndiyimiz bu sonsuz natural ədədi yazırıq uşaqlar. Yəni biz bu 10 dənə işarədən istifadə edərək məsələn istənilən bir ədədi yaza bilərik uşaqlar. Yəni bir sözlə belə deyək ki, uşaqlar rəqəmlər tərif olaraq natural ədədləri yazarkən istifadə etdiyimiz işarələr. Məsələn mən deyirəm ki 259. Bax buradakı bu 2, 5 və 9 işarələrindən istifadə edərək bu ədədi yazmışam uşaqlar. Sonra natural ədədləri isə uşaqlar, natural ədədlər sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Natural ədədlər isə 1-dən başlayacaq. 1-dən başlayır, sonsuza qədər gedəcək. 1, 2, 3 və bu şəkildə sonsuza qədər getməlidir uşaqlar. Sonra uşaqlar, baxın, biz demişdik ki, bu natural ədədi yazarkən ədədlərin, rəqəmlərin tutduğu yerlərə mərtəbələr demişik. Məsələn, mən bir ədəd yazdım. Deyirəm ki, belə bir ədəd yazmışam. Məsələn, 5734 ədədində. Burada uşaqlar, baxın, bu rəqəmlərin 4 bir rəqəmdir, 3 bir rəqəmdir, 7 bir rəqəmdir, 5 bir rəqəmdir. Bu rəqəmlərin tutduğu yerlərə biz deyəsik mərtəbələr. Yəni, ayrılıqda bunlar ayrı-ayrılıqda nə adlanacaq uşaqlar? Mərtəbələr adlanacaq uşaqlar. Belə. Bu şəkildə. Məsələn, indi biz mərtəbələri necə tapacağıq uşaqlar? Sağdan başlayacaq. Məsələn, bu 4, bu ədəd üçün 4 təklik mərtəbəsidir. Təklikdir. 3 onluq mərtəbəsidir. 7 məsələn yüzlük mərtəbəsidir. 5 minlik mərtəbəsidir. Sonra məsələn gedəcək, əgər başqa ədədlər varsa 10 minlik, 100 minlik, milyonluq, 10 milyon, 100 milyon bu şəkildə gedəcək uşaqlar. Sonra bir də uşaqlar sinif anlayışı var. Sinifdə isə biz ədədləri sağdan başlayaraq 3-3 bölməliyik uşaqlar. Məsələn, burada indi bəzən suallar var. Baxın uşaqlar, burada bizə ədədlər verilib də məsələn, bu ədədləri oxumamız lazım. Gəlin biz məsələn, bu ədədi oxumağa çalışalım. Burada qayda nədir uşaqlar? Biz artıq bunları siniflərə bölməliyik. Nədir bunun qaydası? Mən bu ədədləri 3 belə ayırmalıyam uşaqlar. Baxın, belə 3 ayırdığımız ama sonda bir dənə də qala bilər, 2 dənə də qala bilər. Uşaqlar, baxın, buna biz deyirik təkliklər sinifi, bu oldu minliklər sinifi, milyonluqlar sinifi, milyardlıqlar sinifi, bir də milyon, milyar, bir də trilyonluqlar sinifi olacaq. Bu da trilyon. Məsələn, oxuyanda 8 trilyon, 55 milyon, 855 milyard, daha doğrusu 823 milyon, 182.512 şəklində olacaq uşaqlar. Məsələn, gəlin biz bunu oxumağa çalışalım. Baxın, yenə 3 sayıram uşaqlar. 3'ü belə, 3'ü belə, 3'ü də belə. Baxın, bu yenə də təklik sinifi, təkliklər sinifi, minliklər sinifi və bir də milyonluqlar sinifi. 831 milyon 492 min 57 deyərək oxumamız lazım uşaqlar. Oldu. İndi bu şəkildə baxmalıyıq. Sonra uşaqlar, baxın, misal nömrə 3-də deyir ki, qırmızı rənglə veriləni hansı mərtəbədə olduğunu tap. İndi biz mərtəbəni yenə də sağdan başlamalıyıq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, bu nə oldu uşaqlar? 100 minlik mərtəbəsində yerləşəcək. Və yaxud da gəlin başqa da baxaq. Məsələn, buna deyək. Məsələn, buna. Bu təklik mərtəbəsi və qırmızı rənglə verilən təklik, onluq, yüzlük. Bu minlikdir. Sonra 10 minlik, bu da 100 minlik. Bu şəkildə olmalıdır. Oldu uşaqlar, bu da belə. Sonra gəldi uşaqlar onun qüvvəti anlayışına. Uşaqlar, baxın, qüvvət deyəndə
ədədi verilən ədədin məsələn hər hansı neçə dəfəsə deyək özünə vurulmasıdır. Məsələn, mən sənə desəm ki, 10 üstü 2 onu 2 dəfə özünə vurmaq deməkdir uşaqlar. Yəni 10 vur 10 cavab neçə elədi? 20 nə idi? Üzrü sayın. 10 ona vurduğumuz zaman eləyəcək cavabımız 100. Yəni burada 10'u 2'ye vurmamalıyıq uşaqlar. 10'u 2'ye vurup 20 yaza bilmərik. Məsələn, baxın 10'un kubu deyil və üstündə 3 var. 10 üstü 3 olanda 10 vur 10 vur 10 olacaq. Yəni birin arxasında 2 dənə 0 olacaq. 10 ona vurdum 100, 100 ona vursam 1000 olacaq. Uşaqlar baxın, yəni bax qüvvətdə yazılan, bax bu qüvvətdir. Qüvvətdə yazılan ədəd nədirsə, birin arxasında həmin qədər 0 olmalı. Məsələn, mən sənə desəm ki, 10 üstü 6, sən birin arxasında 6 dənə 0 yazmalısan uşaqlar. Oldu? Yəni bu şəkildə baxmamız lazım. Və yaxud da mən sənə desəm ki, bu ədədi qüvvət şəklində yaz desəm, sıfırların sayını sayarsan 1, 2, 3, 4 dənə olacaq. Bu da eləcək 10 üstü 4 şəklində olacaq uşaqlar. Məsələn, baxın burada deyək ki, bu misalları həll etmək lazım. İxtiyari hər hansı birini hesablayaq. Məsələn, deyək ki, 263 vurulsun 10 üstü 6 yazıb. 263 vurulsun 10 üstü 6. Nə eləməliyəm uşaqlar? 263 vurulsun birin arxasında 6 dənə 0 yazmalıyıq, elə deyilmi? Aha. Sonra uşaqlar burada bax bu 263'ü bu milyona vurduğumuz zaman olacaq 263'ün arxasında 6 dənə 0 olmalıdır uşaqlar. Bu şəkildə baxmamız lazım. Məsələn uşaqlar baxın burada bəzi ədədləri deyir ki, qüvvət şəklində yazmaq lazım. Məsələn burada hər hansı birini yansına baxaq. Məsələn gəlin bunu. Bu oxuyanda nə oxuyur uşaqlar? Məsələn bu nə oldu? Məsələn 4 milyondur, deyilmi? Bu 4 milyon ədədini mən necə yaza bilərəm? 4 milyon yaza bilərəm. 4 vurulsun milyon yazaram, hələ deyilmi? Baxın. Sonra bu milyonu da yaza bilərəm. 4 vurulsun 10 üstü 6. Onda uşaqlar baxın, mən buradan bir qayda öyrəndikdə bu sıfırların sayı nə qədərsə 10 üstü həmin onu yaza bilərəm. Məsələn burada mən bunu bax 73 vurulsun neçə dənə 0 var? 2, 4, 6, 7. Yəni 10 üstü 7 yaza bilərəmmi? Bəli. Məsələn burada 1, 2, 3, 4, 5, 6 dənə 0 varsa mən bax bu ədədi 152 vurulsun 10 üstü 6 şəklində qeyd edə bilərik uşaqlar. Yəni bu şəkildə istənilən ədədi biz yaza bilirik. Və uşaqlar sonra biz burada belə bir qayda var ki, ədədin açıq şəkildə yazılışı, bu da mərtəbə toplananları şəklində yazılışı var. Məsələn hansı ədədi? Baxın gəlin kiçik ədəddən başlayalım. Məsələn 492 ədədi deyir uşaqlar. Baxın 492. Şöyle bu təklik, bu onluq, bu yüzlük mərtəbəsindədir. Bu 4 yüzlük mərtəbəsində olduğuna görə 4 vurulsun 100. Üstə gəlinsin 9 onluq mərtəbəsində olduğuna görə 9 vurulsun 10. 2 də təklik mərtəbəsində olduğuna görə 2 vurulsun 1 şəklində yazılmalıdır. Yəni istənilən ədədi yaza bilərik. Yəni bu ən böyüyü də olsa, məsələn gəlin istəsələ bunu da yazağım. Məsələn 120.680 nə yazmalıyam? Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlikdir, deyil mi? 1 vurulsun məsələn 100 min. Baxın belə, üstə gəlsin 2 vurulsun 10 min. Üstə gəlsin 0 vurulsun 1000. Çünki bu minlik mərtəbəsindən 0 sonra 6 vurulsun 100. Üstə gəlinsin, bura yerləşmədi. 0 vurulsun 10 və bir də üstə gəlsin 8 vurulsun 1 olacaq. Baxın, bu 100 minlik mərtəbəsində 100 minə, bu 10 minlik mərtəbəsində 10 minə, minlik mərtəbəsində 10 minə vurdum, yüzlük mərtəbəsində olanı 100-ə, onluq mərtəbəsində 10-a, təklik mərtəbəsində olanı isə 1'ə vuraraq həll etdik uşaqlar. Bu da oldu belə. Sonra uşaqlar mövqesiz say sistemləri var. Mövqesiz say sistemlərində biz buna demişdik Rum rəqəmləri, Roma rəqəmləri demişdik. Roma rəqəmlərində uşaqlar müəyyən bir işarələr var idi. Necə ki biz bu naturalda yazanda 0-dan 9'a qədər işarələrdən istifadə ediriksə, Romalılarda məsələn hər hansı, məsələn 1'i belə işarə ediblər uşaqlar. Məsələn, bu 1'dir. Məsələn, 5'i bu şəkildə V hərfi ilə. Məsələn, 10'u bu şəkildə işarə ediblər uşaqlar. Sonra məsələn 50'ni L ilə işarə ediblər.
Məsələn, 100-ü C hərfi ilə işarə ediblər, 500-ü D hərfi ilə işarə ediblər. Məsələn, 1000-i də uşaqlar M hərfi ilə işarə ediblər və burada da hamısı yazılıb. Bunları əzbər bilməmiz lazım. Uşaqlar, baxın, ardıcıl olaraq, bax, burada qayda nədir? Baxın, deyir ki, bu simvollardır. Baxın, bu yazılanlar, məsələn, simvollardır, budur. Deyir ki, simvol ardıcıl olaraq 3 dəfə gələr. Bax, arda-arda. Məsələn, baxın uşaqlar, görürsünüz, buraya yazıb, bu ardıcıl 3 dəfə. Məsələn, mən bu V hərfini 3-dən artıq yaza bilmərəm, məsələn. Bundan artıq yazmaq olmaz. Oldu. Sonra deyir ki, eyni simvola yanaşı olduqda toplanılacaq uşaqlar. Baxın, eyni simvollar yan-yana gəlsə toplanır. Məsələn, biri mən beləmi yazmışam? 2 dənəsini yan-yana yazsam, bu olacaq 2. Bunu da yan-yana yazsam, bu olacaq 3. Bu şəkildə yazmalı. Sonra uşaqlar, bax, ardıcılıqla gələndə sol tərəfdə kiçik ədəd olarsa, kiçik simvol daha doğrusu olarsa, bu çıxılacaq. Məsələn, baxın, bu V 5-dir. Bunun yanına bunu əlavə eləsəm, 5 çıx 1 olacaq. Bax bu. Bu eləcə 4. Yox, V-nın sağında yazsam bu ədədi. Bu olacaq 5 üstə gəlinsin. 1, bu da eləcə neçə? 6. Yəni bu şəkildə olacaq. Məsələn, gəlin istəyən buradan hər hansı birinə baxaq. Məsələn, uşaqlar, baxın bu x. X-imiz nə idi? 10. 3 dənə 10 var. 3 dənə 10 toplayanda bu hissə olacaq 30. Burada bu 1, burada 5. 5-dən 1 cavab 4. 30-da gəldi 4. Cavab elədi 30-dur. Məsələn, buraya baxaq. L1. Baxın uşaqlar, bu L nə idi? 50. 50-dən çıxdım 10'u. Çünki sabah sol tərəfində kiçik ədəd durub. Çıxdım. 50-dən çıxdım nəyə? 10'u. Neçə? 40. 40-ın üstünə də bax bu ifadə uşaqlar 9 deməkdir. 40-ın üstünə 9 gəldiyim zaman 49 şəklini alacaq uşaqlar. Sonra gəldi uşaqlar biz müqayisə və sıralama var. Uşaqlar, müqayisəni də biz məsələn 5-ci sinifdən, 4-cü sinifdən artıq bilirik. Biz burada mərtəbələrinə baxmalıyıq. Hansının mərtəbəsi daha böyükdürsə, həmən o ədəd böyük olur. Məsələn, mən desəm ki, 976, bir də yazmışam ki, məsələn, belə bir ədəd yazmışam. Baxıram ki, məsələn, burada 100-lük mərtəbəsi burada 9-dur, burada 1-dir. Avtomatik bu böyük olmalıdır uşaqlar. Yəni, bu şəkildə yadda saxlamamız lazım. Əgər uşaqlar böyük ədədlər gələrsə, təbii ki, bizə, böyük ədədlər gələrsə də, biz yenə də mərtəbələrinə baxmalıyıq. Sol tərəfdən mərtəbələrinə baxırıq. Məsələn, gəlin bir ədəd yazım. Deyirəm ki, məsələn, belə bir ədəd yazmışam. 9 yazmışam, burada yazmışam. Belə bir ədəd yazmışam. Baxıram, burada 7 var, burada 7 var, burada 3 var, burada 3 var. Burada da 4 var, burada da 4 var. Amma bura baxın, burada 3'dür, burada 5'dir. Deməli, 5 ondan olmalıdır uşaqlar. Böyük olmalıdır. Sonra bu nota ədədlərinin sıralaması var. Kiçikdən böyüyə düzülmə məsələsi var. Bunun da uşaqlar kiçikdən böyüyə düzəlməsi məsələsi də yenə də eyni qaydalar çərçivəsindədir. Keçən uşaqlar yuvarlaqlaşdırmaya. Yuvarlaqlaşdırmanı da biz uşaqlar keçmişik, 4-cü sinifdən bilirik. Yuvarlaqlaşdırma bir dənə qayda var uşaqlar. Nədir? Deyir ki, biz burada yenə də mərtəbələrə görə baxmalıyıq. Məsələn, burada bizə verib uşaqlar. Deyir ki, hər hansı bir ədədi yuvarlaşdırmamız var. Yuvarlaq nədir? Yaxın ədədə çevirmək deyək də. Məsələn, sən bir şey ölçmüsən, deyirsən ki, ölçü məsələn 198-dir. Sən bunu yuvarlıqla 200 götürə bilərsən. Məsələn, deyirəm, bir şey ölçdüm, deyək ki, 198 metr oldu. Bu 198 bir çətin ədəddir, yadda saxlamağa da, hesablamağa da, amma yuvarlaq ədəd olsun deyə biz bunu məsələn 200-ə yuvarlaşdıra bilərik uşaqlar. Bu şəkildə. Uşaqlar, baxın, məsələn, bir ədəd vermişəm. Hər hansı bir ədəd. Deyirəm ki, belə bir ədəd yazmışam. Baxın, deyirəm ki, məsələn, minliyə qədər yuvarlaşdır. Təklik, onluq, yüzlük, minlik. Bax, minliyin altından xətt çəkilir uşaq. Bax, bu xəttə qədər olan hissə sıfıra çevrilməlidir. Bu hissəsi sıfıra çevrilməli. Amma uşaqlar, əgər bu xəttin sağındakı bu ədəd, bax, sağındakı bu ədəd, bax, belə bir şey yazır da, xəttin sağındakı ədəd, sağındakı. Bu qaydanı yadda saxlayırsınız. Ədəd neçə olsa 5, 6, 7, 8 və 9 olsa, bax, bu altına xətt düşən ədəd, altına xətt düşən, yəni səndən soruşulan ədəd
bir vahid artasıdır. İndi baxın, bu 5'dir değil mi? Burada 9. 9 bir vahid artasıdır. 376. Qalanlar nəyə çevriləsidir? Sıfıra. Baxın, burada 9 olduğuna görə. Yox, əgər 5-dən kiçik ədəd olarsa, mən yazmışam ki, məsələn yazmışam 1003 belə bir ədəd yazmışam. Məsələn, deyək ki, bura qədər yollaşdı. İndi bax, bunun sağındakı bu ədəd 4'dür, 5'dən kiçikdir. Onda olduğu kimi saxlayırsan. 139'u yazırsan, qalan bu ədədləri nəyə çevirməlisən? Sıfıra çevirib həll etməlisən. Yəni, bu şəkildə olacaq uşaqlar yuvarlaşdırma. Bu qayda ilə istənilən ədədi biz yuvarlaşdıra bilərik uşaqlar. Sonra gəldi nöqtə ədədlərin toplanması və çıxılmasında. Uşaqlar, baxın, toplama və çıxılmada bu toplamanın xassələri var idi. Hansı idi uşaqlar? Məsələn, birinci xassəmiz belə deyək, istənilən bir ədədi sıfırla topladığımız zaman ədədin özü alınacaq. Baxın, burada da yazılıbdır. Məsələn, mən yazmışam ki, 5 üstə gəlsin 0 bərabərdir 5 olacaq. Sonra yer dəyişmə xassəsi var. Toplananların yerini dəyişdikdə cəm dəyişməz. Məsələn, deyirəm ki, 3 üstə gəlinsin 8 bərabərdir 8 üstə gəl 3 olacaq. Hər ikisində də cavabımız nə olacaq uşaqlar? 11. Sonra uşaqlar qruplaşdırma xassəsi var. Qruplaşdırma da məsələn mənə 3 dənə 5 dənə ədəd verə bilər. Məsələn, deyirəm ki, 77 üstə gəlinsin, məsələn 18 üstə gəlinsin 23 yazmışam. Uşaqlar, baxın, burada nə edə bilərəm? Qruplaşdırıram. 77-dən 23-ü bir qruplaşdırıram. 77 üstə gəlinsin 23, bir üstə gəlinsin 18. Uşaqlar, baxın, bu ikisini topladığımız zaman cavab neçələrdir? 100. 100-ün üstünə 18 gələndə 118 şəklində olacaq. Bu oldu artıq bizdə nə? Bu da oldu bizdə qruplaşdırma. Məsələn, baxın uşaqlar, burada belə suallar verilibdir. Deyir ki, baxın 3 üstə gəl, 4 üstə gəl 5, burada 4 üstə gəl 5. Təbii ki, bura 3 olmalıdır. Çünki cəm bərabər olmalıdır. Burada da eyni qaydalardan istifadə edir. Məsələn, bura baxın 9 çıxılsın, aç mütərizə 6 çıx 2-dirsə, burada nə yazmalıyım? Baxın 9 var, 6 var, bir dənə 2 yoxdur. Deməli, mən bura 2-ni yazmam lazım uşaqlar. Bu şəkildə baxmamız lazım. Bir də uşaqlar, baxın burada bu dəyişənli ifadələr olur. Baxın, bu 4-cü tip suallarda deyir ki, məsələn, A üstə gəl B-ni neçə veribdir bizə? 7 verib aşağılar. A üstə gəl B 7-dirsə, məsələn, bunu tap deyir bizə, bax, mütərizədə yazılıb A üstə gəl 5 və üstə gəlsin, B üstə gəlsin 11 şəklində yazır. Gəlin mütərizələri atağın. A üstə gəl 5, üstə gəl B, üstə gəl 11. Atdım mütərizələri. Sonra uşaqlar, biz toplananların yerini dəyişsə cəm dəyişərmi? Yox. Ona görə A üstə gəl B-ni yan-yana yazıram. 5 üstə gəl 11-i də yan-yana yazıram. Niyə uşaqlar? Çünki bu A üstə gəl B-nin yerinə nə yaz deyir bizə? Baxın uşaqlar, A üstə gəl B-nin yerinə nə yazmalıyam? 7. 7 üstə gəl 5, üstə gəlinsin 11 olacaq. Bura 12, bu ikisinin cəmi 12. 12 üstə də 11 gəldi, cavabımız elədir 23 şəklində olacaq uşaqlar. Bu da belə. Sonra burada təqribi hesablama var uşaqlar. Təbii ki, bunu yuvarlaqlaşdıraraq həll edirik. Buna baxmıram. Məncə burada problem yoxdur. Sonra uşaqlar burada nöqtə ədədinin kvadratı və kubu anlayışı var idi. Nədir burada uşaqlar? Nöqtə ədədlərinin kvadratları və kubu. Uşaqlar, bax, kvadrat dediyimiz zaman kvadrat belə yazılır uşaqlar. Hər hansı A kvadratdır. Bu da nə deməkdir? A-nı 2 dəfə özünə vurmaq. Məsələn, mən sənə desəm ki, 12-nin kvadratını tap, sən deyəcəksən ki, 12 vurulsun 12. Məsələn, 3-ün kvadratını tap, 3 vur 3. Məsələn, burada 144 eləyəcək cavabımız, burada da 9. Bu oldu kvadrat anlayışı uşaqlar. Və bunu çalışın 1-dən 10-a qədər heç olmaya əzbər bilmək lazımdır ki, bizim qarşımıza çıxdığı zaman rahatlıqla yaza bilək. Aha, uşaqlar. Məsələn, kub anlayışı var, sonra kub. Kubda bəs necə eləməliyik? Kubda uşaqlar olacaq A üstü 3. Burada A kubu oxunur. Burada nədir? 3 dəfə özünə vurmalıyam. A vur, A şəklində olacaq. İndi gəlin, məsələn, buna aid bir misala baxaq. Deyirəm ki, 5-in kubu. 5 vur 3 yazmırıq. 5 vur 5 şəklində olmalıdır uşaqlar. Bu da neçə eləyir? 125.
Məsələn deyirəm ki, uşaqlar baxın 1'in kvadratı da mesela 1 üstü 2, 1 vur 1 olur. Bax 1 üstü 2, yəni 1'in kvadratı 2 eləmir, 1 eləyir. Həmçinin 1'in kubu da. Yəni 1'i neçə dəfə istəyirsə özünə vursaz, həmişə cavab nə edəcək? 1 edəcək uşaqlar. Məsələn burada baxın deyir ki, bu məsələn misal nömrə 1-də deyir ki, bunları hesablayın, bunları məncə rahatlıqla hesablaya bilərik. Deyir ki, vermiş ədədlərin məsələn ikinci suala baxaq. Deyir ki, vermiş ədədlərin hansı ədədin kvadratı olduğunu tapın. Uşaqlar baxın siz bunu ardıcıllıqla yazsanız, məsələn 1'in kvadratı, 2'nin kvadratı, 3'ün kvadratı ən azı 4'ə kimi yazın və cavablarını tapın. Bu misal avtomatik ortaya çıxacaq uşaqlar. Məsələn mən bunu baxanda bilirəm ki, 1'in kvadratı nədir, 2'nin kvadratı nədir? Bu şəkildə yazsanız rahatlıqla görə bilərsiniz. Oldu belə. Məsələn bir dənə burada biraz maraqlı tip sual nədir? Bax 4-cü sual. Uşaqlar baxın kvadratın sahəsi nə idi? A kvadratı idi da S bərabərdir A kvadrat. İndi bax A-nın kvadratı 100 olubdur. Yəni nəyin kvadratı 100 eləyər? 10'un kvadratı. Yəni 10 olmalıdır. Və artıq bunları biz əzbərləməmiz lazımdır. Bu kvadratları əzbərlədiyiniz zaman biləcəksiniz. Məsələn baxın A kvadratı 121 olub. Yəni nəyi nəyə vursam 121 eləyər? Məsələn 11 11'ə. A kvadratı nə olubdur? 144. Nəyi nəyə vursam 144 eləyər? 12'ni 12'ye. Təbii ki, eyni ədədlər olmalıdır. Sonra baxın burada həcm verilib. Yəni həcmdə də V bərabərdir A kubu olmalıdır. Yəni nəyinsə kubu olmalı. Məsələn 64 nəyin kubudur? 4'ün kubu 64'dür. 125 nəyin kubudur? 5'in kubudur. 1000 nəyin kubudur? 10'un kubudur. Bu şəkildə misalları həll etməmiz lazım uşaqlar. Belə. Məsələn baxın burada bəzən sual düşür. Deyir ki 20-90 ədədləri arasında tam kvadratları tapın. Məsələn baxın sən 1'in kvadratı 1, 2'nin kvadratı 4, 3'ün kvadratı 9, 4'ün kvadratı 16, 5'in kvadratı 25, 6'nın kvadratı 36, 7'nin kvadratı 49, 8'in kvadratı 64, 9'un kvadratı 81, onun da kvadratı elədir 100. İndi sənə deyir ki 20-90 arasında. Hanı 20-90 arası uşaqlar? Gəlin baxaq. 20'nin ötü bura 25, 90 arasında bura bu hissədə. Bu hissədə hansı ədədlər imiş tam kvadrat olanlar? Yazırsan 5, 6, 7 və 8. Deməli bunlar bu şəkildə ödənilir. Məsələn burada kubları soruşur. İndi sən yenə də 1'in kubu falan yazıb bu şəkildə həll etməlisən. Sonra gəldi uşağın natı ədədlərin vurulması və bölünməsinə. Uşaqlar baxın natı ədədlərin vurulmasında xəssə var idi. Xəssələrimiz var. Gəl o xəssələrə baxaq. Birinci növbədə uşaqlar baxın istənilən bir ədədi sıfıra vurduğumuz zaman həmişə cavabımız sıfır eləyəcək uşaqlar. Bunu yaddan çıxartmayın. Məsələn 215 vurulsun 0. Nə olacaq cavabımız? 0 olmalı. Sonra uşaqlar istənilən ədədi 1'ə vurduğumuz zaman ədədin özü alınmalıdır. Məsələn yazmışam ki 153 vurulsun 1 olacaq. Bu da cavabımız neçə elədir? 153 şəklində olmalıdır. Sonra bir də vurmanın xassələri var idi. Baxın toplamada xassələrimiz hansılar idi? Yer dəyişmə və qruplaşdırma. Vurmada isə yer dəyişmə, qruplaşdırma və paylama var uşaqlar. Baxın yer dəyişmə ilə qruplaşdırma bu toplamada olduğu kimidir. Bax A vur B həmişə bərabər olasıdır B vur A-ya. Bu nə deməkdir? Məsələn 5 vur 7'nin cavabı ilə 7 vur 5'in cavabı eyni olasıdır həmişə. Yəni bu nə oldu uşaqlar? Yer dəyişmə. Vurğuların yerini dəyişsək hasil dəyişməz. Sonra gəldi uşaqlar qruplaşdırma. Qruplaşdırma da uşaqlar baxın deyirəm ki 7 vurulsun məsələn nə yazaq? 5 vurulsun 20 yazmışam. Uşaqlar baxın burada mən 20 ilə 5'i bir-birinə vurub aldığım cavabı 7'yə vura bilərəmmi? Bəli. Niyə? Bunlar bir-birinə vuranda 100, 100'ü də 7'yə vuranda cavab eləyəcək neçə? 700. Bu göz işimizi daha da asanlaşdırdı. Bu da bizim vurmanın qruplaşdırma. Bir də uşaqlar paylama xassəsi var vurmanın. Nədir uşaqlar? Baxın deyir ki ortaq nəsə varsa. Məsələn yazmışam ki 13 vurulsun 17 üstə gəlinsin 13 vurulsun məsələn 3 yazmışam uşaqlar. Burada baxıram ki 13'lər hər ikisində var. Vuruq olaraq hər ikisində var. Onda nə etməliyəm uşaqlar mən?
Hər ikisindən 13'ü çıxardıram mütərizə xaricinə. Bax, buralarda 13'ü çıxartmışam. Burada 17 qalıb. Burada 3 qalıb. Hə, onda mən bu 17-dən 3'ü toplayıram. 20. 13 vurulsun 20. Bu da neçə elədi? Cavabımız 260 şəklində olacaq. Bu oldu vurmanın paylama xassəsi. İndi məsələn uşaqlar, baxın misal nömrə 2-də deyir ki, 7 ilə B-nin hasili, yəni 7 vurulsun B bərabərdir B vurulsun 7-yə. Hə, bu vurmanın yerləşmə xassəsidir. Sonra deyir ki, bu doğrudur uşaqlar. İzah elədik. Bu da oldu vurmanın yerləşmə xassəsi. A-nın 3 vur 4. A-nı vur deyir 3 vur 4-ə bərabərdir A vur 3 vur 4-ə. Bunlar da bəli, təbii ki, məsələn, baxın uşaqlar, burada cavabımız nə olacaq? 3'ü 4'ə vuracağım. 12 vurulsun A burada alınacaq. Yenə də burada 3'ü 4'ə vuracağım. 12 vurulsun A. Görürsən, bərabərlik ödəndi. Bu şəkildə baxmamız lazım. Sonra uşaqlar, baxın bu C variantında deyir ki 10 vurulsun A üstə gəlsin 4 bərabər deyildir 10 vur A üstə gəl 4'ə. Niyə uşaqlar? Çünki bu mötərizənin qarşısındakı bu vuruğu mötərizənin hər bir həddinə vurmalıyım. Yəni 10 vur A üstə gəlinsin 10 vur 4 şəklində olmalıdır. Əslində burada 10 vur 4 olmalıydı. Amma olmayıb. Sonra məsələn uşaqlar, baxın burada belə tip suallar var. Bax, deyir ki, boşluq var. 340'ı nəyə vursam 340 elə. Məsələn 1'ə. Burada bax 49'u nəyə vursam bu ifadə alınır. Burada bərabərlik olduğuna görə deməli burada 87 olmalıdır. Bax 4 vur 5 vur 3. Burada da 4 vurulsun 5 vur 3 olacaq. Şuralar baxın 0 var da. Biz ədədi 0'a vuranda bu isə cavab 0 alınıbsa deməli burada nə olmalıdır? 0 olmalıdır. Məsələn 5-ci sualda baxın A vur boşluq yazıb bərabər 5 A. Deməli burada nə olmalıdır uşaqlar? 5. Sonra baxın burada 15 vur C vur 40 yazıb. Uşaqlar baxın 15'i 40'a vuranda 600 eləyir. Burada çatışmayan nə var bir dənə C hərfi. C'ni də yazdıq. Sonra uşaqlar baxın B vur 150 vur 2 yazıb. Burada 300 alır. 300'ü hardan almışıq? 150'ni 2'yə vuranda neçə eləyir? 300. Deməli bir dənə burada çatışmayan nədir? B. Sonra məsələn bura baxın aşağı. Burada vurmanın paylama xassəsidir. Bax ortaq olanlar hansılardır? 4'lər. Deməli nə etməliyəm? 4'ü çıxartmalıyım mütərizə xaricinə. Burada da həmçinin ortaq olanlar nələrdir? 8'lər. 8'i çıxartdım mütərizə xaricinə. Çıxardıblar. 6 çıx neçə olmalıdır? Burada 2. Sonra uşaqlar baxın burada 5 var, B var. Burada C'lərdir. Bu C'lər ortaqdır. Onu vuruq kimi çıxartmışam. Deməli burada 5 olmalıdır ki, burada 5 üstə gəl B alınsın da. Və həmçinin buna baxaq. Burada nə etməliyik uşaqlar? Baxın, burada 30'u hardan almışam? 3'ü vurmuşam bu 10'a. Həmçinin 3'də nəyə vurmalıyım? B-yə. 3'ü B-yə vuranda 3 vur B üstə gəl 30. Baxın burada da 5'i nəyə vurublar? 4'ə vurublar. Bu 200'ü alıblar. İndi 50'ni daha doğrusu 4'ə vurublar. Bəs 50'ni nəyə vurmalıyım? Bu A-ya. Deməli burada nə olmalıdır? 50 A şəklində olmalıdır. Sonra uşaqlar baxın 5 vur 9 çıxılsın 10 yazıb elə deyilmi? Şimdi məsələn buradan 5'i çıxardım mütərizə xaricinə. Baxın uşaqlar burada mən onu 5 vur 2 kimi yazsam, burada da 5 var, burada da 5 var. 5'ləri çıxartdım. Onda burada 9 çıx 2 kimi qalmalıdır uşaqlar. Sonra uşaqlar baxın burada məsələn belə bir suallar var. Baxın deyir ki A vur B nədir? 40'dır. Sənə deyir ki B vur 4 vur A-nı soruşur. Necə eləməliyəm? Baxın aşağıda. B vur 4 vur A. Mən bunları yan yana yaza bilərəmmi? A vur B vur 4 yaza bilərəmmi belə? Yazmaq olar. Və bizə deyir ki A vur B nədir səndə? 40. Ona mən bu A vur B-nin yerinə nə yazmalıyam? 40 yazmalıyam. 40 vurulsun 4 neçə elədi? 160. Onda harda A vur B vuruğu var, sonra yerinə nə yazmalıyam? Veriləni 40 yazdım. Cavab neçə alındı? 160 alındı. İndi bax 55 ona nə olur? 55 vurulsun bu 4 olacaq. Oldu uşaqlar. Məsələn 208 vurulsun 4 olacaq. Bu şəkil, çünki bu 4'ə vurmalıyam. Burada da uşaqlar, məsələn, A üstə gəl B-ni verib sənə 10'dur. 3'ləri mütərizə xaricinə çıxardacağım. A üstə gəl B olacaq. Və A üstə gəl B-nin yerinə nə yazmalıyam? Məsələn 10. 3 vur 10. Neçə elədi? 30. Sonra bu A üstə gəl B-nin yerinə 30 yazacağım. Bura 30 yazanda 3 vur 30. 90. Sonra 500 yazanda 300 vur 500. 1500 şəklində
olmalıdır uşaqlar. Oldu. Yəni bu şəkildə baxmamız lazım. Sonra gəldi uşaqlar bölmə əməlinə. Bölmə əməlində də baxın uşaqlar, sıfıra bölmə, baxın var. Məsələn, sıfırı bölmə, məsələn, A yazmayaq da, sıfır bölünsün, hər hansı 3 cavab sıfır alınacaq. Amma 3 bölünsün sıfır, cavabı yoxdur bu uşaqlar, olmaz. Yəni bu həlli yoxdur. Həlli yoxdur olacaq. Oldu uşaqlar. Sonra məsələn, ədədləri bir-birinə böldüyüm zaman 1 alınacaq. Həmişə eyni ədədlər təbii ki. Məsələn, ixtiyari 5 bölünsün 5, cavab 1 alınacaq. İstənilən ədədi 1-ə böləndə ədədin öz alınasıdır. Bunu yaddan çıxartmırıq uşaqlar. Bu şəkildə olmalıdır. Bölmə əməlində məncə də problem yaşamırsınız. Bu bölməni fon 4-cü sinifdə keçmişik. Bu da belə. Sonra gəldi uşaqlar ədədi ifadələr. Ədədi ifadələrdə uşaqlar biz əməllərə baxmalıyıq. Hansı əməlləri tanıyırıq? Toplama, çıxma, vurma, bir də nə olacaq uşaqlar? Bölmə əməli var. Bir də uşaqlar, bugün keçdik, bu il qüvvətə yüksəltmə əməli. Uşaqlar, baxın, birinci biz demişdik ki, vurma, bölmə əməli yerinə yetirilir. Əgər mötərizə varsa, birinci mötərizənin 2, sonra vurma bölmə edilir dələ deyil mi aşağılar? Amma indi bax, ən birinci qüvvətə yüksəltmə əməli ediləcək. Məsələn, baxın aşağılar, mən sizə belə bir sual deyirəm. Məsələn, bunun i variantını yazıram. Bax, bu sualı, kitabda olan bir sual. Birinci qüvvətə yüksəltmə əməli edilməliyəm. Bax, yazmalıyam. 24 bölünsün. 2-nin kubu verib. Yəni, 2 vur, 2 vur, 2. Sonra üstə gəlinsin. 3 vurulsun. 4 vur, 4 şəklində olmalıdır. Yəni, buradan 24 bölünsün. Bunları hesablayanda 8. Üstə gəlinsin. Bunları da vuranda 3 vurulsun. 16 olacaq. 24'ü 8'e böleceğim. Burada 3. 3'ü de 16'ya vuranda buradaki 48. Ha ne oldu? 3 üstə gəlinsin. 48. Cavab elədi 51. Bu şəkildə baxmamız lazım. Bu digər misallarda siz bu şəkildə həll eləməlisiniz. Uşaqlar baxın. Əgər mötərizə varsa birinci mötərizənin içi, sonra qüvvətə yüksəltməməli. Yəni mötərizənin içində belə qüvvətə yüksəltmə əməlini etməmiz lazım uşaqlar. Baxın, məsələn, belə bir suala baxaq. Bunun H variantını yazıram. Baxın, mötərizənin içində də var, bir də çölündə də var. Birinci sən mötərizənin içini hesablayırsan, 4'ün kvadratı 3 vur 5 kubu, bir də vurulsun 23 şəklində. Deyim uşaqlar, birinci mötərizənin içini hesablayırıq. Nə olur? 4 vur 4, 16. Buradan 3'ü 5'e vuranda 15'in üstünde 3. Bir de vurulsun 23. 16'dan 15 çıxıran 1. 1'in kubu vurulsun 23. Baxın uşaqlar, 1'in kubu həmişə 1 eləyəcək. 1 də 23'e vuranda cavabımız elədi 23. Bu da oldu bizdə uşaqlar qüvvətin hesablanması. Sonra gəlir uşaqlar, burada bizim üçün vacib olan Əbu Bəkob hissəsi var. Keçəyin ona. Uşaqlar, birinci növbədə bölən və bölünən anlayışını tanımamız lazım. Bax, bölən dediyimiz zaman həmişə kiçik, belə sonlu bir anlayış. Məsələn, mən sənə desəm ki, onun bölənləri hansılardır? Bölənləri. Biz artıq burada onu bölünən ədədlər hansılardır? 1-ə, 2-ə, 5-ə və bir də 10-a bölünənlər, deyil mi aşağılar? Məsələn, desəm ki, 20'nin bölənlərini yaz. Bölənlərinə yazarıq məsələn. 1, 2, 4, 5, məsələn 10, 20 şəklində yaza bilərik. Elə deyil mi uşaqlar? Baxın, burada bölən anlayışında əbub anlayışımız var idi da bizim. Nə idi uşaqlar bu əbub anlayışı? Demişdik ki, əbubun açılışı belə idi. Ən böyük ortaq neydi? Bölən. Uşaqlar, əbobda nə inirdik? Qayda belə idi ki, sənə 2 dənə ədəd veriləsi. Yazarsın ki, əbob. Məsələn, deyirəm, 24 olsun. Məsələn, 24 ilə neçə yaza bilərəm? Deyirəm ki, 20 olsun, məsələn. Deyirəm ki, bunun əbobunu tapmalıyım. Və burada mən bu ədədlərin hər ikisinin bölənlərini yazmalıyam. Nədir? 1, 2, ben 24'ün bölənlərini yazıram. 1, 2, 3, 4, 6, 8, 12 və bir də
24. Hamısını düzgün yazmalıyıq da uşaqlar. 20'nin bölənləri 1, 2, 4. Məsələn, daha başqa nə var idi? 20'nin yazısını yaz. 20, 1, 2, 4 var, 5 var, 10 var, bir də 20'nin özü var. Uşaqlar, baxın, bu yazdığım sırada hər ikisində olan ən böyük ədəd hansıdır? Bax, 1 var hər ikisində, 2 də var, 4 var. 4 ən böyüdür uşaqlar. Hə, deməli, mənim əbulum nə olacaq? 4 olacaq uşaqlar. Sonra bir də bölünən anlayışı var idi. Bölünən. Bölünən anlayışını hesablamaq asandır. Bölünən, məsələn, mən sənə desəm ki, məsələn, onun bölünənlərini yaz. Sən ondan başlayıb, artıra gedərsən 10, 20, 30 və sonsuza qədər gedəcək. Nə bilim, mən sənə desəm 5'in bölünənlərini yaz. Nə olacaq? 5, 10, 15, 20, 25. 13'ün bölünənlərini yaz desəm, 13, 26, 39, elə deyilmi? 52, belə gedəcək. 13 artıra gedirəm. Hə, əla. Uşaqlar, baxın, burada indi bir də əkob anlayışı var. Əkobda nə idi? Ən kiçik ortaq bölünən olası uşaq. Ən kiçik ortaq bölünən. Məsələn, baxın, əkobda sənə ədədlər veriləcək uşaqlar. Əkob yazmışam, məsələn, 8 və 10 deyirəm uşaqlar. İndi biz nə etməliyik? 8'in bölünənlərini yazıda gedirəm. 8 artıram. 8, 16, 24, 30, sonra 30 nə idi? 32 yazası nə yazdı? 32, 40. Bura kimi bəsdir? Nə? 48 ola bilər. Sonra gəldi 10'un bölünənlərini yazıram. 10, 20, 30, 40, 50, bəsdir. Uşaqlar, baxın, bu ardıcıllıqda, bu sırada hər ikisinin də olan ən kiçik ədəd hansıdır? 40'dır. Görürsünüz, ən kiçiyi. Çünki bu sonsuza qədər gedirdi uşaqlar. Bax, həmçinin bu da sonsuza qədər gedir. Hə, deməli, onda mənim əkobum nə edəcək? 40 şəklində olmalıdır uşaqlar. Uşaqlar, baxın, dərsimiz bu qədər. Əkoba və əbuba aid olan suallardan siz də işləyin. Kitabda da var burada. Kitabdakı da suallara baxın yenidən. Bir də bölünən və bölünən anlayışlarını yaxşı dərin öyrənmək lazımdır ki, əkobun anlayışlarını bilək. Dərsimiz bu qədər uşaqlar. Sağ olun, növbəti dərslərdə görüşmək ümidi ilə.